Hibrid avtomobillərinin qiyməti düşdü. Koreya bazarında keçən ilə nisbətən hibrid avtomobillərinin qiyməti %20 enibdir. Bu da təbii ki, Azərbaycan bazarına təsir göstərəcəkdir. Bildiyiniz kimi, keçən il Azərbaycan bazarında hibrid avtomobillərinə tətbiq olunan güzəştlər ləğv olunmuşdu. Bununla da bərabər hibrid avtomobillərinin ixracı zəifləmişdi. Keçən il 22.500 dollara aldığımız avtomobilləri biz hal-hazırda 17.000, hətta 15.000 dolara da Koreya bazarından ala bilirik. Bir neçə gün əvvəl Kia Sorento Prestige komplektasiyasını biz müştərimiz üçün Koreya bazarından 15.000 dollar ödənişlə aldı. Bu komplektasiyanı biz keçən il avqust ayında 22.500 dollara almışdıq. Hal-hazırda bu komplektasiyanı 15-17.000 dollar arasında Koreya saytlarından almaq mümkündür. Müştərimiz bu avtomobil üçün ilkin ödəniş olaraq 5.000 dollar ödədi. Geri qalan hissəsini isə artıq avtomobil potiyə çatanda ödəniləcəkdir. Siz də əgər sərfəli şərtlərlə və zəmanətlə avtomobil əldə eləmək istəyirsinizsə bizə müraciət edin.